wishing on a star to follow where you are. I'm wishing on a dream to follow what it means. And I wish on all the rainbows that I've seen. I wish on all the people who Onuncu Krallıq. Adım Virginia'dır. Özüm də meşənin kənarında yaşayıram. Daniel Lapine, Demək olar ki, əsl meşədir. John Larroquette, Atam dalandar olduğu üçün biz mərkəzi parkın kənarındakı mənzildə yaşayırıq. Yəqin deyəcəksiniz ki, ata ilə birlikdə yaşamaq darıxdırıcı olar. Bəlkə də haqlısınız. Ancaq onun məndən başqa heç kimi yoxdur. Dostlarım arasında həmişə bu barədə mübahisə eləyirik. Belə ki, mən parkdakı grill barda adi ofisiant işləyirəm. Nə vaxt özümə şərik tapıb restoran açmaq istəyirəm. operatorlar Lauren Jones və Chris Howard, Ümumiyyətlə, mənə yeməkdən başı çıxan adam lazımdır. bəstəkar Ann Dudley. Bax da, məftilləri qopardıblar. O elektrikin işidir. Ancaq məndən başqa kim eləyəcək? Hara gedirsən? Həmişəki kimi işə. Rejissorlar David Carson və Herbert Weiss. Qaydanda hər ehtimalı qarşı pilləkənlə qalxarsan. Xatirə Hökumət Həbsxanası Ağcapəri. 4-cü Krallıq, axşam saat 6:02 dəqiqədir. Orada kim var? Ucqar əyalət, 4-cü Krallıq, axşam saat 6:03 dəqiqədir. Axı biz hara gedirik? Bintuan, sizin krallığın cənub hissəsinə sayır. Tac qoyma mərasiminiz üçün hazırlanmış tacı gətirməyə. Belə uzağa, bəs nə vaxt ova çıxa bilərəm? Səbirli olun, sir. Ağcapəri həbsxanasında biraz qalmalıyıq. Əyalətə və orada yaşayan qoyun sürüsünü nifrət eləyirəm. Ögey ananız yenidən əlv etmək üçün ərizə verib, yəqin ki, rədd ediləcək. Bu nəzakət naminə görüş olacaq. Bəstirin! Siz necə cinsiz? Utanıram yerinizə. Bağışla ata. Bir də belə eləməyəcək. Sizə axırıncı dəfə bəladan qutarıram. Ata, seyir ayaqqabıları çıxar. Özüm bilərəm. Bilirsən nə fikirləşirəm? Mən elə gəlir ki, bu ölkə ancaq mənim kimi adamlar lazımdır. Hansı bir qəpik quruşa 6 iş görür. Neçə yerə bölünürlər və susurlar. 10-15 ildən sonra bu ölkədə demokratiyaya son qoyulacaq. Dəqiq desək, humanist cəmiyyətinə. Daha adamlar bir-birinə kömək eləməyəcəklər. Bizim sonumuz çatıb. Kebab üçün qabırğa mikrodalğalı sobanın üstündədir.
Tony, yarım saat olar ki, bir çağırıram. Belə bilirdim düzəltmirsən? Bəli, ser, ancaq yenidən xarab eləyiblər. Tez ol, düzəlt qutar. Sonra isə qazan xanını yoxlamaq lazımdır. Yoxsa hamımız dəli olacaq. Borulara hava dolub. Suyu bütün sistemdə qaynar eləmək lazımdır. Bəli, ser, 9-cu mənzildə işimi bitirib, dediyiniz işi eləyərəm. Tony, bir sözlə deyim, çox adamlar sənin yerini tutmaq istəyir. Çox adam. Bəli, ser. Suyu qaynar eləmək. Onu nəsillikcə qaynadardım. Ata, hələlik. Hələlik, qulaq as. Söz ver ki, parkdan keçməyəcəksən. Yaxşı. Flaşını götürmüsən? Mənə nahar hazırlamısan? Dayan. Yanıma gəlin. Ən təhlükəli cinayətkarlar üçün ciddi rejim şöbəsi. Bəli, təəccüblüdür. Bəs qırmızı xalçalar hanı? Əminəm ki, onlar bura gəlişinizi yaddan çıxarmayıblar, Əlahəzrət. Pərilərin lənətidir. Hə, haqlısan. Ciddi rejim. Burada qalmaq olmaz. Ata, bura girmək qadağandır. Onlar burada kraliçanı saxlayırlar. Dustaqlarla danışmaq və onlara yaxınlaşmaq qəti qadağandır. Giriş qadağandır. Yeməyi burada qoyun. Heç bir yemək yoxdur. Lazım deyil ata. Hara gedirsən bu tələdir. Bəs deyil. Ata, yox, yox. Qapını açın. Qapını açsaz, istədiyinizi əldə edəcəksiniz. Giles? Giles? Müşterisiz, tacirsiz. Burada kim var? Giles. Salam şəhzadə. Əzilmədi. Bacımla tanış ol. İndi onu göstərərəm. Yox, mən birinciyəm. Yox, birinci mən. Həmişə birinci mən başlayıram. Susun. Sən çox uzaq yol gəlmisən, Vendal. Biraz burada qalası olacaqsan. Axmaq balaca oğlum. Sən cavab verəsi olacaqsan. Ola bilməz. Tezliklə ayaqlarıma düşüb yemək tələb eləyəcəksən. Bilirsən bu kimdir? Bu adi it deyil, sehirli itdir. Ümid eləyirəm ki, Vendal, itləri çox sevirsən. Çünki sən indi itə çevrilib ömrünün axırına qədər belə qalacaqsan. Yanıma gəl, Şahzadə Vendal. Adamlara niyə hürürsən? Tutun onu. Tutun onu, yanıma gətirin, amma diri. Onu tutacağıq. Heç yerə qaça bilməz. Əlbəttə qaça bilməz. Biz axı həbsxanadayıq. Necə siz, Əla Həzrət? Özünüzdən xoşunuz gəlir? Hanı?
Hanı o? Quyruğum niyə yoxa çıxdı? Mən elə gəlir ki, müəyyən yaş müddətində başa düşürsən ki, artıq səninlə heç bir fövqəladə hadisə baş verməyəcək. Bəlkə də bu yaxşılıqadır. Yəqin bəzi adamların qismətinə sakit, gözə çarpmayan həyat yazılıb. Bizi buraxın. Buraxın bizi. Bizə yemək ver. Dünəndən heç də yeməmişik. Bizi bırakın. Haçarları ver, bırak bizi. Sən Salam. kimsən? Haqsızcasına həbsxanaya salınmış çox yaxşı bir oğlan. Məni ikinci dəfə soruşmağa məcbur eləmə. Yarı canavaram. Əgər vəfalı qulum olmağa razılaşsan, səni azadlığa buraxaram. Səhər yeməyi, nahar, şam yeməyimi versən, vəfalı canavarın olaram. Xasiyyətcə mən çox vəfalıyam. Şahzadə Vendeli itə çevirmişəm. Yaxşı fikirdir. Onu tapıb cinləri qabaqlamaq lazımdır. Cinləri Dayan! Öz iradəni mənə ver. Mənə tabi ol ki, səni idarə eləyə bilim. Başa düşdün? Hə. Lənət olsun, burada nə baş verir? Elflərin lənəti, biz hardayıq? Buna bir bax. Bu 9-cu krallıq deyil. Biz sehirli ölkəyə düşmüşük. İşıqlara bir baxın. Yəqin orada minlərlə şam yanır. Bəlkə bu krallığı ələ keçirək. Əla fikirdir. Bizi heç kim qabaqlamamış, onu ələ keçirməliyik. Bugündən bütün torpaqlar və burada yaşayanlar cinlərə məxsus olacaq. Bu ölkənin adını ona nə ad qoyaq? Nə ad qoyaq ona? 10-cu krallıq. 10-cu krallıq. Bir ay ərzində Ağcəpərinin bütün nəslini məhv edəcəyəm. Vendelin qəsrini və krallığını ələ keçirəcəm. Məni azad etdiyinə görə onun krallığının yarısını sənə verəcəm. 4-cü krallığın yarısını? O çox böyükdür. Planın nədir? Biz nə eləməliyik? İcazə ver uşaqlarının köməyi ilə şahzadəni tapım. Vəssalam.
Həmçinin bütün burada gördüklərini heç kimə demə. Krallığımın yarısını özüm seçə bilərəm. İlahi, mən onu vurdum. Sağsan? Bağışla məni. Və sahibin hanı? Niyə boyunluğun yoxdur? Gedək buradan. Budur. Salam. Mənim pul kisəm. Baxın, bu dəri deyil. Yəni onların abrını çəkmələri yoxdur. Bəs bu nədir? Möcüzə. Yox, gedək buradan. Bax, orada dəqiq nəsə baş verib. Hə, bura baxın. İt tükü. Nə incə dəridir. Gözəldir, təzədir. Tapan adamdan xahiş olunur ki, onu Virginia Lewis'e qaytarsın. 81 nömrəli Street, ev 2, mənzil 2006. 81 nömrəli küçə. Hə, burada belə yazılıb. Gedək. Gedək, gedək. Tez ol. Ət. Salam. Harda qalmısan? Səni örtbasdır etməli oldum. Çox sağ ol. Nə olub? Alnında qan var. Velosipedi sındırmışam, pul kisəmi itirmişəm, əvəzində təzə dost tapmışam. Xoş gəlmişsən. Onu velosipedlə vurmuşam. Deyəsən heç nə olmayıb, heç əzilməyib də. Adı nədir? Onun boyunluğu yox idi. Hə, gəl baxım. Sən əsl şahzadəyə oxşayırsan, hə? Salam, şahzadə. Necə dadlıdır. Yadına sal, niyə buradasan? Şəhzadəni tapmaq üçün. Ancaq canavardan nəsə yeməlidir. Ac qarınla işləmək olmaz. İti gəlir. Təsəvvür eləyirsiniz, yaxşını faydalı ilə birləşdirək. Belə, burada qalacaqsan. Mən isə yanına gələcəyəm. Səs salma, yoxsa məni işdən çıxararlar. Sakit dayanmasan, küçəyə qovaram. Ən yaxşı yeməyimiz qoyun ətidir. Qoyun əti. Yəqin bu yeni doğulmuş quzudur. Cavan və ləzzətli. Hansı ki çəmənlikdə öz yumuşaq yununu yırğalaya otlayır. Bəsdir, özünə əl al. Çoban qız heç sürəyə göz qoymur. Keflə yatır. Ah, bu balaca qızlar. Əgər quzu ətinin filesini və yaxud bir pay yağlı əzilmiş ət versəz, onda onu yemərəm. Mən təməkkar deyiləm. Yox, təməkkaram. Bilmirəm niyə belə dedim. Heyvan iştahsı var məndə. Mən əsl müftəxoram.
itlərin lənəti. Bizə karet verdilər. Belə, nə yiyəcəksiniz? Yox, bişirmək lazım deyil. Demək istəyirəm ki, onun qorxu ilə manqala baxmağı bəs eləyər. Onu bura gətirin. Heç bir kartof, tərəvəz lazım deyil. Ancaq ət. Rəngi də qırmızı olsun. Al qırmızı. Bağışlayın, yaxşı eşitmədim. Mənə margarita bardağı, kola dueti və 2 pivə. Arvadıma isə Bağışlayın, bu dəqiqə. Vəssalam, indi qovulacaqsan. təhlükə. Yaxşı, Kendi, çox gülməlidir. Çıx görüm. Deməli, bunu sən yazmısan. Bir dəfə hür. Yaxşı, 2 dəfə. Deməli, siz qoyun əti və 6 stəkan isti süt sifariş elədiniz. Yadımdan çıxmışdı. Mən itimi tapan qəşən qızı axtarıram. Onu tanıyırsınız? Aha, deməli, o sizin itinizdir. Virginia'ya deyərəm, indi sizə yaxınlaşar. Deməli, dediklərimi başa düşürsən. Sakit. Kimi təhlükə gözləyir? İkimizi? Dayan, 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 dayan. Bura olmaz. Yəqin o evə gedib, yıxılanda möhkəm əzilmişdi. Yazıq qalbasa. De görüm, o harada yaşayır? Ona təşəkkürümü bildirmək istəyirəm. Onun ünvanını deyə bilmərəm. Axı sizi yaxşı tanımıram. Siz... Yox, deyəcəksən. Bu da mənim evim. İndi isə get. Yaxşı, qala bilərsən. Bir gecəlik. Sonra isə gedərsən, yaxşı? Mən dəli olmuşam deyəsən, itlə söhbət eləyirəm. Məni sakit eləmək lazım deyil. Bu qonşumuz Mrs. Graves'dir. Onun əri, oğlu Erik. Onlara nə olub? Burada gözlə. Sakit. Gözlə, mən atam üçün baxım. Ata. Ata. Ata, ayıl. Nə deyirsən? Bax, tapmışam. Yumuşaq dəri. Gözəldir. Tez ol, fırlan, fırlan. Fırlan.
Salam qızcığaz. Niye ayakkabılarınızı temizlemirsiniz? Çirkliydi, tozludur. Əla ayaqqabıların var. Ancaq biraz balacadır. Evimizde yüzcüne cütlük var. Biz bunun ne olduğunu bilmirik. Kimsiz? Atamla neyləmisiniz? O yatıb. Biz ona sehirli ovuntu vermişik. Necə ovuntu? Mən güclü cinəm. Bütün 9-cu krallığın vahiməsi. Mən isə cin gözəl çəyəm. Bütün 9-cu krallığın qorxusu. Mən isə cin boş boğazam. Bütün 9-cu krallığın tufanı. İndi isə de, o hardadır? Başa düşmədim. Kimi soruşursunuz? Şahzadə Dental. Kim? İt hardadır? 3'e kadar sayırıq. Demesen seni ayakkabı cütlüğüne çevirecek. 1. Dəridən bir parça kesəcəm. 2. Ayakkabı formasını keseceğim. 3. Dişləri tikəcəm. Yaxşı, yaxşı hamısını deyəcəm. O, oradadır. Bayırda gözləyir. Onun yanına apar bizi. Hano? Hardadır? O qapının dalında gizlənib. Gizlənib orada. Elə indicə bu otaq yox idi. Yaman hilə gəlsən. Burada hiç kim yoktu. Buradadır. Gizli qapını açıb, harda gizləndiyini sizə göstərərəm. Yox. Bu tələdir. Kapımı aç. Lənətlənmiş elflər. Qaçaq buradan. Atamla hər şey qaydasında olacaq. Onlar səni izləyirlər. Nə lazımdır? Çıx get. Axşamınız xeyir. Deyəsən cinlər məndən qabaq gəliblər. Eybi yox. Bugün mən sizə çox nadir təklif eləmək istəyirəm. Təklif isə şəxsi və maliyyə problemlərinin sonu adlanır. Hey, bir adım da atsan, poli çağıracam. Bura xüsusi mülkiyyət ərazisidir. O şərtdə ki, təklifimin əvəzinə mənə istədiyim xəbəri, qızınızın harda olduğunu deyəsiz. Ondan sonra sizə seyirli paxla hədiyyə eləyəcəm. Onu yeyəndən sonra sizin 6 gizli arzunuz yerinə yetəcək. Bu odur. Ola bilməz. Bu nə deməkdir? Necə təravətlidir. Yumru, yetkin bir qız, dadlı və iştahlıdır. Dadlı və iştahlıdır. Geçmişimizi yana salıp onu diyebilirim ki bu gördüğüm en pis ofsunlardandır. Uğursuzluğumuz olmuşdu, ancaq beləsinə rast gəlməmişdim. Bu qız nəhəng ifritəymiş. Mənə elə gəlir ki, biz onun cibindəyik. Nə? Deyəsən o bizi balacalaşdırıb, kibrit kutusuna salıb və qoyub cibinə. Gülməni danışma. Deyəsən ruhdan düşmüsən. Özünə gəl. Biz kibrit kutusuna necə düşə bilərik? Axmaq. Bəs kibritlərin qalanı hanı?
Bu nə edə bilər? 6 gizli arzu. Bütün xəyalından keçənləri təsəvvürünə gətir. Əminəm ki, sən belə yaşayışla çox şeyi dəyişmək istəyərdin. Hə. Yox, mənzilimdən çıx get. Yaxşı, bu yəqin zarafatdır. Yox, bir neçə arzunun əvəzinə adi saziş. 6 arzu etdiklərini yenidən təkrarlamaq olmaz. 5 arzu olmaz. 1000 də olmaz. Tez ol. Vicdanlı sazişdir. De görüm, sevimli qızın hardadır? Onu niyə axtarırsan? Sadəcə öz itimi qaytarmaq istəyirəm, onu tapıb. İtini? Bir dəqiqə, onun şəxsən özünə veriləsi hədiyyən var. Əgər o işdə deyilsə, deməli qaynanam gildədir. O həmişə Virginiyanı mənə qarşı eləmək istəyib. Qaynanınız gülləri sevir. Onun sevdiyi və qiymət verdiyi təkcə puldur. Ünvanı xahiş edirəm. Tanış olduğumuza çox şadam. Ey, gözlə, bu nə qədər fəaliyyət göstərir? Narahat olmayın. Təkcə birinci 3 saat çətin olacaq. İstənilən arzu deyirsən? Yaxşı. Birinci arzum mənim. Salam. Kimdir? Mənəm, nənə. Salam. Elə bildim gələn anamdır. Bağışla, ümidini heçə çıxartdım. Bu gecənin yanında qala bilərəm. Bilirsən ona vaxt qayıdacaq. Bax, beləcə zəngsiz girəcək. Necə fikirləşirsən? O, bəlkə Aspen'dədir. Qarı çox sevirdi. Mənə elə gəlir ki, o artıq qayıdardı. Çünki 14 il xizək sürmək üçün çox böyük vaxtdır. Xırdaçı olma, əzizim. İlahi, bu nədir? Sahibsiz itdir, mən tapmışam. Onu Rolanda yaxın qoyma, birəsi ola bilər. Səndə birə var, ya yox? Sakit. Çox sağ ol. Bilirsən, cəmiyyətdə sən hələ də yaxşı yer tuta bilərsən. Mənim əlaqələrim var. Ananın Ritz Carlton'a ilk gəlişi çox təntənəli olmuşdu. O, 19 yaşında New York'daki hər bir subayı əldə eləyə bilərdi. Ancaq kimi seçdi? Atamı. Atanı. Onun kimi sən də öz həyatını puç eləmə. Deyəsən yenidən hər şey təkrarlanacaq. Sənin ofisant işlədiyin dəhşətdir. Bəs kiminlə görüşürsən? Yəqin aşpazın köməkçisi ilə. Yox. Yəqin ki, hələ də su kəmərini təmir eləməmsən. Ancaq söz vermişdin. Elə belə də olacağını bilirdi. Ancaq eləyəcəm. İndi hər şeyi izah eləyərəm. Bu dəqiqə işə başlayaram, cənab Mürey. Yox, bu dəqiqə işləri özüm həll eləyəcəm. İstəyirəm ki, elə bugün sən qızınla mənzili tərk eləyəsən. İşdən qovulursan. İşdən qovuluram? Yox, xahiş eləyirəm. Cənab Mürey, çox yaramaz adamsan. İstəyirəm ki, sən və bütün ailə üzvlərin yumuşaq yerimi öpsünlər və qulum olsunlar. Nə dedin?
Sahibi. Bu ofsun nə qədər davam eləyəcək? Yəqin çox çəkməz. 100 il? Hə, artıq olmaz. Bəlkə 50 il. Onda bu şəraitə uyğunlaşmalıyıq. Bir-birimizi yeməməyə çalışmalıyıq. Doğrudur, düzdür. Gərək 100 il dözək. Əgər bəxtimiz gətirsə, vaxtımızın bir hissəsini oturub azadlığa tez çıxarıq. Yəqin səhv gəlmişəm. Üzr istəyirəm. Virginiyanın nənəsini axtarıram. Bu mənəm. Ola bilməz. Bəlkə siz kiçik bacısı və yaxud anası ola bilərsiniz. Ancaq nənəsi yox, heç vaxt. Siz çox gözəlsiniz. Hələ bəzənməyə vaxtım çatmayıb. Gəlmək olar. Bu gülləri vermək istəyərdim. Hə, ancaq siz kimsiz? Mən Virginiyanın nişanlısı. Biz nişanlanmışıq. Nişanlanmısınız? Bəs o mənə heç nə deməyib. O çox ciddi qızdır. Ona görə də deməyib. Başqa qızlar varlı varislə nişanlı olduqlarına görə öyünürlər. Ancaq Virginia onlardan deyil. Əlbəttə, buyurun. Ancaq mən geyinməliyəm. Əlbəttə. Gedin geyinin. Deməli belə. Mən istəyirəm ki, məni qutarmayan pivə ehtiyatlı da təmin eləyəsən. Elə 2 dənə. Demək istəyirsən ki, bununla keyf çəkmək olar? Hey, Murray. Bunu görməlisən. Orada soyuducuda. Sən nə edirsən? Mənə elə gəldi ki, onlar çirklidir. Sahib, onları yenə təmizləmək olar. Dilini göstər. Yaxşı, 5 dəqiqədə. Hə, anacan, qapını düzəldə bilirsən? Bu dəqiqə hazır olacaq sahib. Tələs, yox, dayan. Bir dəfə bəs deyil. Aç onu mənim üçün. Daha nəyə arzulayım? Mən istəyərdim ki, mənzilimin özü təmizləyəni olsun. Elə təmizlənsin ki, mən heç parmağımı da tərpətməyim. Yığışdır. Tozu yığmaq lazımdır, tozu yığmaq lazımdır. Orada nə qədər toz var? Necə də pis adamam. Axı bunu necə eləyə bilərəm? Hər halda mənə elə gəlir ki, kartofla daha yaxşı görünəcəksiniz. Sarımsaq hanı? Bəs rozmarin? Bu qurudulmuş göyərti ilə necə işləyim? Lənətə gəlsin. Duxovkaya yerləşmirsiniz. Hə, bütöv yerləşməyəcəksiniz. Mən neyinirəm? Siz açmalıyam. Qorxudan dəli olmuş yazıq qoca qarını mütləq açmalıyam. Ancaq əvvəl altta donuz piyini əritməliyəm. Nənə? Yox, qonaqlar artıq qalxıblar. Səhər yeməyi isə hələ də hazır deyil.
Nənə, Buyur əzizim. nənə, Gəl içəri əzizim. sabahın xeyir. Səhərə nə yemək istəyirsən? Qəhvə, tost? Bilmirəm. Nə olub? Soyuqlamısan? Sürpriz. İlahi, necə də gözəlsən. Həyatda şəkildə milyon dəfə yaşayırsan. Yox, bu burada neynir? Yox, 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 yox. Bəs it hardadır? Yəqin bütün şahzadələr kimi yatıb. Çox gözəl ətrin var. Sənin əsl iyini artıq bilirəm. Ətir iyini xoşlamıram. Mən öz ətirlərimdən qorxmayan cürətli qadınlara üstünlük verirəm. Səndən ise Virginia. Gözəl nahar iyi gəlir. Yaxın gəlmə. Qəşəng gözlərin, gözəl dişlərin və qalan hər yerin çox gözəldir. Heç bir şübhə olmadan sənə vurulmuşam. Sakit eləmək üçün deyə bilərəm ki, səni gördükdən sonra heç vaxt yemərəm. Bilirəm, bu sözlər aydın səmada ildırım kimi səslənir. Bəs görüşmək necə? Hə, əvvəldən bizimki nəsə düz gəlmir. Bunun da günahı məndədir. Ancaq xahiş edirəm, bizə bir şans ver. Çox derin baş xanımsan, buna şübhəm yoxdur. Aman Allah. Nənə. Yoldan çəkil, yoldan çəkil. Yox, yox, hər şey yaxşıdır, əladır. Çox sağ ol. Çıxın gedin, başqa işlə məşğul olun. Yox, 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 qal. Bugün artıq 3-cü dəfədir ki, məni öpürsən. İcazə verin, bir də öpüm sahibim. Yox, get yığışdır. Bu gülməlidir. Sahib, Əbətsiz sahibim. Arvadımın sizin üçün bir sürprizi var. doğrudan yaxşı danışarıq. Sən isə get mənə pivə gətir. Baş üstə sahib. Yoldaşımın saatıdır. Rolex Oyster. Əsl qızıldandır. Əminsən ki, bu saxta deyil? Nə danışırsınız sahib? Onu ərimin 40 illiyində almışam. İndi sizindir. Nəyimiz varsa hamısı sizindir. Murray, arvadınla gəzintiyə gedirik. Ona alt paltar almaq istəyirəm. Əlbəttə sahib, siz deyən olsun. Sahib, deyəsən liftdə kimsə qalıb. Çünki oradan cürbəcür səslər gəlir. Qəribə səslər. Bilmirəm, hiss eləmisiniz ya yox, mən artıq cənab təmirçi deyiləm. Ona görə də var dövlətinizi unudub, onu özünüz təmir eləyin. Başa düşdüm. Deyəsən bizə cip xərcliyi lazım olacaq. Cin, $1 milyon istəyirəm. Mən artıq varlıyam, varlıyam. Atanla salamlaş. Sizə kömək lazımdır. Sizə ümidəm, vəziyyətim çox pisdir.
Yəqin sizi Pol göndərib. O demişdi ki, qəbula gələcəksiniz. Deyin, burada neynirəm? Çətin sualları keçməmişdən əvvəl gəlin yaxından tanış olaq. Hə, çətin suallar. Deməli, mən sözlər deyəcəyəm. Sizsə ağlınıza gələn ilk sözü mənə deyəcəksiniz. Yaxşı, Başladıq. Ev, yemək, qorxaq, cücə, toy, şirniyyat, meyit, ət, ehtiraslı, iştaha, sevgi, yumuşaq bilgəsi yemək. Bağışlayın, üzr istəyirəm. Bir sözdən çox oldu. Gəlin təzdən başlayaq. Murray, axı bu gülməlidir. Dayanın, qoy arvadından başqa hamı çıxıb getsin. Belə çox qohumun olduğunu bilmirdim. Elədi sahib. Zibil, 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 zibil. Gedə bilərsən. Bir dəqiqə, sahibə ehtiramı bildirmək istəyirəm. Yox, bəsdir. Hey, dayan. Hey. Hey, nə edirsən? Dayan. Zibil, 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 zibil. Yuxarı. Çıxışları bağlayın, irəli. Tez olun, tez, tez. Onu saxlamaq olmur sahib. Mən çalışırdım. Dayan sahib, dayan. Xahiş edirəm, gedin. Dayanın, gözləyin, nə olur? Nə baş verib? Nə eləmişəm? Gözləyin. Gözləyin. Siz nə edirsiniz? Baxın, oğurlanmış pullar. Yox, dayanın, dayanın. Onları qapıdan tapmışam. Bütün günü mənzildə olmuşam. Bu adamlar da təsdiq eləyə bilərlər, düzdür? Bəli, sahib. Bütün günü heç yana çıxmamışdım. Dostlarımla pivə içmişəm. bilirsiniz. Deyəsən siz nə isə gizlədirsiniz. Sizi narahat eləyən nədir? Yaxşı, yaxşı. Həkim, gözəl bir qızla tanış olmuşam. O mənim çox xoşuma gəlir. Problem ondadır ki... Davam eləyin, danışın, danışın. Bilmirəm necə deyim. Onu sevim yoxsa yiyeyim. Bəs belə? Əlbəttə günah valideynlərimdədir. Onlar dəhşət idilər. Dayanmadan yeyirdilər. Hər gün məktəbdən gələndə mən də onu yeyirdim, bunu yeyirdim. Özünüzü günahlandırmayın. Məcburam. Mən çox pisəm. Çox pis işlər görmüşəm. Ancaq bunları eləyən mən olmamışam. Bu işləri canavara çevriləndə görmüşəm. Peki, nöqsanlarımı düzəltmək. Yaxşı insan olmaq istəyirəm. Mər şir quzu balasını qucaqlaya bilməz. Mər leopard öz ləkələrindən təmizlənə bilməz. Bax, bura sənin tapdığın yerdir. Gəl elə buradaca ayrılaq. Hərəmiz öz yolumuzla gedək. Yaxşı? Bilirsən, mən macəra həvəskarı deyiləm. Başa düşürsən, sadə afisantam. Bu mənə aid deyil. Həmin adamlar hər kimdirsə, əvvəl-axır səni tutacaqlar. Yox, mən getməliyəm. Əlvida, gedirəm. Sizə bu ədəbiyyatı oxumağı məsləhət görürəm. Belə. Gələn həftə yenidən yanıma gələrsiniz. Başa düşürsünüz, gələn həftə mən burada olmayacağam.
Özünüzü öldürməklə məni qorxuda bilməzsiniz. Bizə müştərinin adını desək, sizi buraxarıq. Hansı müştəri? Mən narkotik qəbul eləmirəm. Pulların necə oğurlanması yadınızda deyil. Çünki sehirli göbələklərin təsiri altında olmusunuz. Sehirli göbələklər? Yox, bu cür olmayıb. Mən paxlanı udmuşam. Sahib lifti təmir elədim. Onun ofsurlarını yox eləyəcək. İnanın mənə. Sənə inanıram. Mən daha çox inanıram. Yox, mən çox inanıram. Yox, mən. Yox, mən. Yox. Bəstirin. Biz tərpənirik. Aşağı düşürük. Bu yaxşıdır ya pis. İndi cəhənnəmə düşəcəyik. Hazırlaş. Bura cəhənnəm deyil, axmaq. İçəri buradan girmişik. Möcüzəyə bax. O bunu necə etdi? Lənətə gəlmiş elflər. Gedək. Bağışlayın, mənə bu siyahıda yazılanlar və sizin məsləhət gördüyünüz lazımlı şeylər lazımdır, mis. Çox sağ olun və əgər planım baş tutsa sizi öz toyuma dəvət eləyəcəm. Bu mənimdir, bu da mənimdir. Hey, bəlkə danışığa gələk. Mən sizə istədiyinizi verə bilərəm, nə istəsəz. Ciddi deyirəm, Hepton'da ev, gəmilər, maşınlar, qadınlar, nə istəsəz. Bizi satın almaqla özünüzə pis eləyirsiniz. Yaxşı, başqa çıxış yolum yoxdur. Bu polislərdən azad olmaq istəyirəm. Chris, tormuzlar tutmur. Xəyallarımın qadını ilə necə evlənmək olar? Mənə elə bu lazımdır. İlahi! O silahlıdır. Saxlayın onu. Tutun onu. Tutun onu. O gedir. Saxlayın onu. Çox sağ olun. Dayanın, pulumu vermədiniz. Qulaq as, sənə heç bir kömək eləyə bilməyəcəm. Çünki hardan gəldiyini bilmirəm. Bu həqiqətdir. Çıx, get. Get. Sənə uğurlar. Mən heç nə eləməmişəm. Ata? Virginia, Ata? başıma gələnlərə inanmayacaqsan. Danışmasan da olar. Qaçaq. Mühazirəyə alırıq. Oğlanın axtardığı it budur. Ata, onun it olduğuna əmin deyiləm. Elə bil nəsə demək istəyir, nədənsə xəbərdar eləmək istəyir. Ancaq mən heç nə başa düşmürəm. Nəsə demək istəyir? Hə? Yaxşı, bax. Bu itin bütün dediklərini başa düşmək istəyirəm. Nə? Sizi təhlükə gözləyir. Alındı. Alındı. Həyatınız sizin üçün qiymətlidirsə, dediklərimə əməl eləyin. Ata! Sakit, nə? Biz geriyə yol tapmalıyıq. Deyir ki, sən onu anlamırsan. Yox, gizlən. Polislər səni niyə axtarır? Niyə əlin qandallıdır? Elə bilirlər ki, banka oğurlamışam. Sonra başa salaram. Bəhs çərənlədiz. Yaxşısı budur ki, sehirli güzgünü tapmaqda mənə kömək eləyin. Həmin güzgü bu tərəfdən başqa cür görünür. Biz sehirli güzgünü axtarırıq. Əlbəttə.
Axtardığınız adi şey deyil. Əminəm ki, o hardasa buralardadır. Baxın, ara. Odur. Qəribədir. Onlardır. Həyat sizin üçün qiymətlidirsə, ardımca. Nə? Qaçaq. Biz hardayıq? Bilmirəm. Hər halda mərkəzi parkda deyilik. Ardımca gəlin. İt deyir ki, ardınca gedək. Tez olun. Onlara nə olub? Sənin başına gələn cinlərin səpilmiş tozu. Deyəsən, vaxtı qutarır. İt yenə nəsə deyir. Gedək. Bəs öz krallığımız olandan sonra biz nə edəcəyik? Bilirəm. Minlərlə qulluqçumuz olacaq. Ayaqqabılarımızı təmizləyəcəklər. Ata, gedək evimizə. Yox, indi qayıda bilmərəm, çünki polis məni axtarır. Axı biz burada qala bilmərik. Cinlərin iyini hiss eləyirəm. Sakit. O deyir ki, cinlərin iyini hiss eləyir. Biz qonaqlıqlar təşkil eləyəcəyik ki, orada bir saat ərzində 6 ayaqqabı geyiləcək. Çirkli ayaqqabısı olanın isə başına oyun açar. İndi getmək olar, ardımca. Yox, dayan. Biz ardınca gedə bilmərik. Hardayıq? Mənim krallığımın cənub hissəsində. Ögey anam məni tilsimə salıb itə çevirib. Buraqca Pəri hökumət həbsxanasıdır. 9-cu krallığın ən təhlükəli cinayətkarlarını burada saxlayırlar. Necə? Başa düşmədim. 9-cu nə? Krallıq. Mən Şahzadə Vendelam, mərhum Ağca Pərinin nəvəsi və 4-cü krallığın gələcək kralı. Siz kimsiz? Mən Tony Lewis'əm, Dalandar. Deyəsən qızın Virginia ilə artıq tanırsan. Cinlər krallığı. Qırmızı papağın meşəsi. Bir dəqiqə deyəm. Bu nə deməkdir? Zoluşqa, yatmış gözəl və başqa nağıllar hamısı buradadır. Qızıl əsr 200 il bundan əvvəl olub. Adlarını çəkdiyiniz həmin leydilər tarix yaratdılar. O vaxtdan çox şey dəyişib. Hamının ümid etdiyi xoşbəllik uzun sürmədi. Bütün krallıqların hökümdarları tac qoyma mərasimimdə iştirak etməlidirlər. Çoxsu buna görə də böyük məsafə qət etməlidir. Krallıqlar çoxdur. Onların sərhədlərini xüsusi vaxtlarda ayaq basırıq. De görüm, səni itə çevirən analığın kimdir? O, ən təhlükəli və qəzəbli qadınlardan biridir. Lab qaynanam kimi. Biz bütün günü burada oturub söhbət eləyə bilmərik. Ögey anamın zindanını tapmaq lazımdır. Getdik, Virginia, onun ardınca gelməliyik. Gedək. Baxın, döşəmədəki itin qabıdır. İndi həmin it mənim bədənimi alıb, biabırçılıqdır. O qadın neyniyib? O atamla anamı zəhərləyib, məni də öldürmək istəyib. Deməli, atası ilə anasını zəhərləyib, onu da öldürmək istəyib. Sənə nə olub? Bura çox qəribədir. Axı, nə oldu sənə? Yaxşısı budur, mən bayırda gözləyim. Burada cinlər olub. Heç yana getmə, yaxşı. Qapının yanında dayan. Virginia. Virginia.
Şahzadə, şahzadə. Yox, qorxmuram, sadəcə cəmaatın məni belə vəziyyəti görməyini istəmirəm. Sənin it olmağın mənim də heç vecimə deyil. Virginia, Virginia. Onlar hardadır? Bilirdim ki, cinlərə heç nə etibar eləmək olmaz. Danışığınıza fikir verin. Azadlığınız üçün mənə minnətdar olmalısınız. Əlbəttə, Əla Həzrət. Buna görə sizə həmişə minnətdaram. Ancaq mən artıq burada qala bilmərəm. Heç kim şahzadəni bu vəziyyətdə görməməlidir. Uşaqların qayıdandan sonra iti qaytaracaqlar. Mən nökərin deyiləm. Zarfatçılam, cinlərin kralı. Bunu yaxşı yadında saxla. Əlbəttə, Əla Həzrət. Bunun üçün söz verdiyim kimi Vendelin krallığının yarısı ilə sizi mükafatlandıracağam. Bəs onu nə vaxt əldə eləyəcəm? Tezliklə. Ancaq indi getməliyəm. Onsuz da burada çox qalası oldum. Hara gedəcəksən? Heç yerdə gizlənə bilməyəcəksən. Qaçdığını biləndən sonra bütün yolları gözətçi qoyacaqlar. Hər bir evi, hər bir kareti axtaracaqlar. Hər kareti yox. Bəlkə itin dalınca qayıdaq. Eləyə bilmərik. Səpilmiş tozun təsiri çox azdır. Dayan, eşidirsiz? Onlar ayılırlar. Buradan qaçmaq lazımdır. Onda kraliçə hislənəcək. Qoy rədd olsun kraliçə. Biz 10-cu krallıqdan ifritə tutmuşuq. Atamıza demək lazımdır. Bəs ifritənin atası bəlkə o da dahi falçıdır. Onun əlləri qandallı idi. Yəqin ki, o dahi axmaqdır. Kraliçanın əvəzinə onu kamerada görən zaman həbsxana rəhbərini görmək istərdim. Mən? Neyinirsiniz? İstəmirəm. Elə bil bizə cadu eləmişdilər. Uşaqlar da bütün günü yatmışıq. Həbsxananın hər santimetrini yoxladıq. Kraliçə içeride yoxdur, sər. 12 ildir ki, bu həbsxanaya rəhbərlik eləyirəm. Və bu qədər vaxt ərzində hələ heç bir dustaq qaçmamışdı. Təsirli xidmət kitabçasıdır. Heç vaxt onlara mənim şahzədə olduğumu demə. Niyə? Soruşanda cavab ver. Ona görə ki, kraliçanın dəhşətli planı var. Krallığın böyük təhlükədədir. Heç kim mənim köməksiz olduğumu bilməməlidir. Yaxşı. De görək, kraliçə hardadır? Mən evimizə, elə indicə Virginia ilə birlikdə New Yorkdakı mənzilimdə olmaq istəyirəm. Deyəsən, heç nə alınmayacaq. Anthony, doğrudan əjdaha nəcisi udmusan, axmaqsan. Deyəsən, bütün arzularımı diləmişəm. Kraliçə buradan necə qaça bilib? Mən bilmirəm. Bəs onun kamerasında neynirdin? Günahsız qurbanam. Həyatımda hələ bir dəfə də olsun polislə problemim olmayıb. Onda niyə əllərin qandallıdır? Məni oğurluqda günahlandırıblar. Ancaq burada deyəsən, heç nə eləməmişəm. Eləcə davam elə. Anthony, səndə əla alınır. Qulaq asın, mən başqa aləmdən gəlmişəm. Məni bura gətirən bu itdir. Hansı kəsrində Şahzadə Vendaldır. Axı, xahiş eləmişdin. Şahzadə Vendal? Bilirsən, bu sözlərinə görə başına elə oyun açaram ki, ömürlük şikəst qalarsan. And içirəm ki, bu həqiqətdir. Bu, kraliçanın itidir. Ona icazə verilib ki, 3 il kraliçanın yanında olsun. Yoxsa məni ələ salırsan, mən düz deyirəm. Yaxşı, indi sübut eləyərəm. Düz deyirəmsə bir dəfə hür. Hürmək fikrim yoxdur, Anthony. O tərslik eləyir. Qulaqsın, buraxın məni buradan. Qızımı cinlər oğurlayıblar. Bəs deyil. Eybi yox. Həqiqəti güclə də olsa deyəcəksən. Gözətçi. Onun qandallarını açın, həbsxana forması geyindirin və onu... Onu cırtdan palıd qozası və eybəcər, qırışmış sifətlə bir yerə salın. Qırışmış sifət? Belə eybəcərlə bir kamerada oturmaq istəmirəm. Qızım haradadır? Bəs kraliçanın iti necə olsun? Aradan götürmək lazımdır. Bugün şam yeməyindən qabaq onun pizzasına siçovul zəhəri tökəcəm.
Sabah isə atarım qabına. Eşitdin? Anthony, eşitdin? Məni azad eləməlisən. Bunu mütləq eləməlisən. Qayığa oturaq. Hey, o mənim qayığımdır. İndi isə bizimdir. Aradan çıxaq. Ortadakı sənin yatağındır. Səni niyə həbs eləyiblər? Çox ciddi oğurluq eləyib, bank yarmışam. 2 nəfər yaralanıb, bax belə. Bəs sən? Qarətlə hücum. Ağırlaşdırılmış formada. Adım Polad qozasıdır. Səndə metal bir şey var? Bıçaq, çəngəl, qırmaq. Bağışla. Əgər səni kəssələr, bıçağı mənim üçün saxlayarsan. Yaxşı. Qoymaq xoşuna gəlir. Əgər bədəndə olmasa, hə. Bax, gör neynəmişəm. Oo, yaman istedadlısan. Mən eybəcərəm. Adım isə qırışmış sifətdir. Mən isə Tony'əm. Səni niyə həbs eləyiblər? Oyduğum üçün. Mənimlə dostluq eləyərsən? Bunun üçün nə tələb olunur? Avarla, tez ol. De yəni, əminəm ki, Şəhzadə Wendell tac qoyma mərasimi ilə əlaqədar indi gələcək. Bizim ustalarımız həmin tacı üçün 2 il çox əziyyət çəkiblər. O gəlməyəcək. Yox, gələcək. Narahat olmayın, əminəm ki, ciddi səbəbi olduğu üçün gəlib çıxmayıb. Dəhşətli xəbər, həbsxanadan qaçış olub, kraliçə qaçıb. Kraliçə? Kraliçə, bütün yollarda gözətçilər qoyun, onu tutmaq lazımdır, yoxsa hamımıza pis olacaq. Əla xəbər, bura Şəhzadə Wendell gəlir. İlahi şükür, neynəmə lazım olduğunu o deyər. Hoş gəlmişsiniz, Əla Həzrət. Anthony, mən buradayım, qapının dağında. Burada olduğumu hardan bildin? İyindən. Çünki sənin iyini başqası ilə səhv salmaq olmaz. Neynirsən? Döşəmə yuyuram. Sən nə fikirləşirdin? Bir parça sabunun var? Hə, nədir? Yumaq istəyirsən? Yox.
Gözlə orada. Heç yana getmə. Şahzadə. Bu həbsxana rəhbərinin açarlarıdır. Sabunda açarın izini çıxart, tez ol. O hər dəqiqə qayıda bilər. Hazırdır. Burada ləkə çox pis gedir, ser. Deyəsən özündə gəlir. Biz igid və sevimli hökümdarımız Şahzadə Vendala xidmət eləməyə söz veririk. Əbədi və xoşbəxt yaşamaq üçün səhvlərimizi düzəltməyə and içirik. Bu bulanıq nədir belə? Baxla gövdəsindən şorba. Suda bişirilmiş baxladan. Baxlanın gövdəsindən. İlahi. Yemək olmur. Lap köynə döşək dadı gəlir. Yox, köynə döşəkdən şirin ət dadı gəlir. Belə şey tez-tez verirlər. Gündə 3 dəfə. Bu isə baxla şirəsidir. Ona da alışmaq lazımdır. Qulaq asın. Bir iş görmək istəyirəm. Bununla əlaqədar söhbət eləmək istərdim. Burada kimdən balaca dəmir parçası tapmaq olar? Kimə müraciət eləyim? İçərinizdə ən qüdrətlisi kimdir? Əgər nəyisə almaq, satmaq və yaxud borç götürmək istəyirsənsə, onda diş elifinə müraciət eləyə bilərsən. Kimə? Həbsxananın diş həkiminə. Hə? Bəs onun yanına necə getmək olar? Çox asan. Doğrudan? Salam, bu heç nəyə yaramaz, gərək hamısını çıxarasan. Necə çıxarmaq? Siz heç mənim ağzıma baxmadınız. Əyləş. Bura. Konfet istəyirsən? Nə? Siz axı diş həkimisiniz. Adamlara konfet verməməlisiniz. Niyə? Onlar dişləri körləyir. Boş şeydir. Boş şey deyil. Bağışla. Kimdir burada diş çıxaran? Sən yoxsa mən? Yox, mən ancaq... Nə inirsiniz? Əllərini qayışla bağlayıram. Qayışla? Nə üçün? Rahatlıq üçün. Dişlərin çürüməsinin 3 səbəbi var. Birincisi pis pəhriz, ikincisi dişlərin yaxşı təmizlənməməsi, üçüncüsü qəzəbli elflər. Bilirsiniz, deyəsən mən bacararam. Ver mənə, ver. Ağrıyır? Əla. Bəlkə belə eləyək? Yox, gözləyin, dayanın, yox. Deyəsən çürümüş dişdir. Narahat olma.
Yerine koymağa bir kutu sehirli dişim var. Nə danışırsınız? Mənə köməyiniz lazımdır. Köməyim? Hə, Belə bir açar düzəltmək lazımdır. bəs əvəzində nə verəcəksən? Görürsüz, bu əldə düzəldilmiş saatdır. Əqrəbləri işlədikcə zamanı göstərir. Çox təmtəraqlıdır. Adicə saatdır. Bu Rolex'tir. Təmiz qızıldandır. Saxta olmadığını ümid eləyirəm. Yox, nə danışırsınız? Baxın, Şahzadə Vendal'ın kareti. Şlagbaumu qaldırın. Deyirsiniz ki, o Bentao'dan keçib getdi? Bu üçüncü gün olub. Ondan sonra onu bir daha görən olmayıb. Taxtdakı işləri üzrə usta əsəbdən dəli olub. Onlar tac qoyulma mərasimini ləğv eləməklə hədələyirlər. Belə hərəkət eləmək şahzadəyə oxşamır. Heç kimə heç nə deməmək. Bəlkə mərasimə görə həyəcan keçirir. Əminəm ki, o meydana çıxacaq. Yaddan çıxarma ki, o şeydən kraliçə azadlıqdadır. Xanı Vendal, o belə bir vaxtda krallığının ona möhtac olan bir vaxtında hara yoxa çıxıb? İşləri çox pisdir. Dəhşətdir. Məmmalıdır. Əminəm ki, axırda hər şey yaxşı və xoşbəxt sonluqla bitəcək. Əlbəttə. İndi isə əsl böhranla danışaq. Bizim krallıqda göyzəng qıtlığıdır. İndi tac qoyma mərasiminin rəngli musiqisini dəyişməliyəm. O ayılır. Bağlayaq onu. İlahi. Aman tanrım. Bugündən zəhimli cinlərin dustağısan. Qəzəbli. Rəhmsiz. Necə də balaca ayaqları var. Ne gözəldir. Sənin krallığına kim rəhbərlik eləyir? Krallığıma? Sizin bölgünüz kimdir? Prezident. Vendal sənin krallığında ordu toplamaq istəyirdi ki, bizə hücum eləsin. Yox. Səni uzun müddət cəzalandıracaq. Nə istəsəz deyəcəyim. Əvvəl cəza, sonra danışmaq. Belə yaxşı alınır. Əsas cəzadır. Atam gəldi. Ata, niyə həmişə bu ayaqqabılarda gəzirsən? Ona görə ki, onlarda güclü oluram. Bütün dünyaya hökmranlıq eləyirəm. Ata, xahiş edirəm, ayaqqabıları çıxart. Haradaydınız? Bütün günü itmişsiniz. Bu kimdir? Siz it gətirməliydiniz. İt cəhənnəm olsun, ata. Yeni krallıq tapmışıq. Əfsanəvi 10-cu krallıq. Hansı ki, onun barəsində əfsanədə deyilir. Yalan danışmayın. Heç bir 10-cu krallıq yoxdur. Bəs o necə olsun? Bu ifritə bizi kibrit kutusuna qoymuşdu. Sizi əsir götürmüşdü. Bu qız o ifritədir. Siz əsir götürməmişdən neçə əskər öldürmüsünüz? Heç bir. Heç biri sağ çıxmadı. Hansınızı birinci kötəkliyim? Ata, bu həqiqətdir. Buna bax. Adları cib qardaşlarıdır. Mahnı ölümcül qızdırma barəsindədir. Ancaq 6-cı günləri olur. Deməli, kraliçə bütün həqiqəti mənə deməyib.
Şahzadə, açarı əldə etdim. Çox gözəl. Həbsxana rəhbəri mətbəxdədir. Mənim üçün növbəti zəhərli yemək hazırlayırlar. Tez ol. Bundan istifadə eləmək lazımdır. Qapını aç. Burada əlavə geyim var. Onu geyinib məni buradan çıxarmalısan. Hə, tez ol. Biraz tələs. Lənət olsun. Açar girmir. Yəqin sənin ağrıdan çox xoşun gəlir. Yox, başa düşmürsünüz. Mən sadəcə gedirdim. Ayağımı ilişdi, yıxıldım. Ayılanda gördüm ki, qapınızın yanındayım. Sonra isə bax bunu tapdım. Siz açarı itirməmisiniz. Onu zirzəmiyə aparıb 50 çubuq vurun. Yox, lazım deyil. Sadəcə gəldim görüm ki, çirk paltarınız yoxdur ki. Enti, xahiş eləyirəm. Bağışla məni. Qulaq asın, mən ancaq... Balaca bura gəl. Yanıma gəl. Yanıma gəl. Ye. Bu sənin uzun müddətli möhkəm yatmağını kömək eləyəcək. Oyna mənim üçün. Rəqsini qutarandan sonra isə mənə deyərsən krallığını necə zəbt eləmək olar. Bilirsiniz, mən çox da yaxşı rəqs eləmirəm. Ayağına bunu giydirəndən sonra oynayarsan. Onlar qızıb qırmızı rəngdə olanda məni oyadarsınız. Kareti gizlət və şahzadə üçün otaq hazırla. Evinizə xoş gəlmişsiniz. Əla həzrətləri üçün çox darıxmışdıq. O kimdir? Bu, Almanın köməkliyi ilə şahzadənin və Ağcapərini zəhərləyən analığımdır. Bir zaman bütün 9-cu krallığın ən mötəbər qadınlarından idi və bu onun qəsrlərindən biri idi. Bəs onunla nə baş verdi? Onu tapandan sonra ayağına qızdırılmış ayaqqabı giydirdilər və Ağcapərinin toyunda oynamağa məcbur elədilər. Sonra o yanıb köpmüş və pis günə qalmış ayaqları ilə sürünə-sürünə ən yaxın bataqlığa çatmaq istəyirdi. Həmin qadın nə vaxtsa ən nəcib qadınlardan idi. Ancaq o sehirli güzgüləri saxlayıb özünə qızlıq tapdı. Əlbəttə, həmin qız mənəm. Onun işini başa çatdıracağam. Ağcapərinin ailəsini həmişəlik məhv eləyəcəm. Və bu yolda mənə mane olan axmaqlara yazığım gəlir.